Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləği yeni redaksiyada təsdiq edilib. TİTLAS xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin vahid tarif cədvəli üzrə aylıq vəzifə maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib.